Herkese salamlar. Bugün UEFA Şampiyonlar Liqasında artıq playoff oyunları keçirilir. Liqa mərhələsini komandamız ilk 24 içərisində bitirməyi bacardığı üçün bugün playoff mərhələsində iştirak etmə hüququ əldə edib və playoff mərhələsindəki rəqibimiz isə İspaniyanın Real Sociedad komandasıdır. Bu komandaya qarşı bizi vacib və prinsipial bir qarşılaşma gözləyəcək. Heyətimizi yəqin ki görürsünüz ekranlarınızda. Collier və Cruzun zədələri səbəbilə bu maçda iştirak ərazisində yer ala bilmirlər. Roger, Benzia, Andrade, Pedro kimi güclü bir yarı müdafiə xəttimiz var. Sadəcə dost mövqeyindəki oyunçumuz o qədər güclü deyil. İndi onu əvəzləyə bilər, amma təəssüf ki Collierin qırmızı kart cəzası var. Ramos'la yanaşı Silva, Bayramov da bugün komandasına kömək etmək üçün tam olaraq hazırdılar. Və görək bugün Real Sociedad'a qarşı maçımız necə bir şəkildə davam edəcək. Bu da bizim üçün maraq doğuran bir başqa bir sual mövzusudur. Mən 4-3-3 taktiki sxeminə keçmək istəyirəm artıq. Çünki bu taktiki sxemdə oynamaq daha uğurlu olar deyə fikirləşirəm. Roger'ı sol canaha ata bilərəm. Andrade ilə Benzia'nın yerini dəyişdim. Yankovic'i dəyişdim. Bu şekilde oynamaq qərarına gəldim. Andrade əslində 75 olur sağ cinahda, amma Roger'ı o mövqeyə atmaq qərarı verdim. Taktik gedişləri dəyişdim. Daha bu 4-3-ü taktik sxemi ilə oynamaq qərarı aldım. Və maçımıza başlayacağıq. Çempionlar Liqası bölümünün artıq 8-ci qeyddəki bölümüdür. Hədəf maksimum irəliyə getməkdir. Və maçımız start götürür. Qarabağ doğma keçlər önündə Real Sociedad'ı qəbul edir və ilk hücumu quran tərəf təəssüf ki Sociedadlılar da onların bu hücumu görək yekınlaşacaq qapıcı dəf etməyi bacarır və imkan vermir ki Real Sociedad fərqlənsin. Hələ ki hesab 0-0 qalmaqdadır. Qarabağ Real Sociedad qarşılaşmasından Qarabağın bir hücumu daha reallaşır. Darwin Núñez eləyir. Darwin Núñez hesabı açır 1-0. 27-ci dəqiqə Qarabağ 1 Real Sociedad 0. İndi Sociedadlıların hücumu daha kəskinləşir. Müdafiəçimiz yaxşı oynayır və imkan vermir Sociedadlılar fərqlənsinlər. 30-cu dəqiqədə Qarabağın növbəti həmləsi yaşayacaq indi. Yankovic, Elab pas Pedro'ya. Pedro irəliyir. Pedro'nun qarşısında bir Sociedadlı futbolçu var. İndi ondan sıyrılmağa çalışır və zərbəsi ilə dəqiq alınır. 2-0. Qarabağ 2, Real Sociedad 0. Hələ ki hesabda üstün tərəf Qarabağ komandasına görə bu üstünlüyünü hara kimi davam etdirəcək. Sociedadlıların buna bir həmləsi necə olacaqdır? 2 top dirəyə qayıdır. İkinci zərbə imkan vermirlər və top çörə çıxır. Qarabağın ilk hissədə 3-cü qol vurmaq imkanları Pedro topladı hazırda. Pedro gözləyir. Pedro ötürməsini verir Roger'a. Roger irəliyir. Roger klubun Benfica'dan aldığı gənc futbolçu, ən potensiallı oyuncusu hesab olunur Qarabağın heyətində hazırda. Roger Darwin Núñez'dən sonra. Hələ ki Darwin Núñez çox effektiv oyun maç etdirməyib bu dəqiqələr ərzində. Görək bu hara kimi davam edəcək. Ötürməsini verir Darwin Núñez'ə. Liverpool'dan aldığı Qarabağın Liverpoollu futbolçusu Pedro. Top hazırda Pedro'da da. Pedro biraz gözləyir. Ötürməsini təkrar göndərir Roger istiqamətində. İndi Roger'ın görək rəqibindən sıyrılmaq cəhdləri. Qapıcı topu çıxarmağı bacarır. Sociedad'ın golkiperə imkan vermir ki Qarabağ fərqlənsin. İlk hissədən sonra Qarabağın 2-0 üstünlüyü var. Sergio Gomez, Boris Mendes sarı kart aldılar. Sociedadlıların növbəti hücum həmləsi bu dəfə Barenski hesabı arasında fərqi bir topa endirdi. İndi də dəyişiklik vaxtıda Andrade, Patrick Andrade meydana daxil olacaq. Ondan başqa meydana salmağa da çox bir oyuncumuz olduğunu fikirləşmirəm. Ona görə hələ ki dəyişikliklər saxlayıram. Görək Qarabağ 2-1 öndə də Real Sociedad komandasına qarşı ilk oyunda paytaxtda Tofiq Bəhrəmov adına Respublika stadionunda üstünlüyümüz davam edərkən oyun meydana daxil olur. Oyun ilə əlavə biz Jaquet'ə şans verəcəyik və Patrick Doğrunu da sol cinaha doğru yönləndirdik. Qarabağ 2-1 üstünlüyünü davam etdirir və paytaxtdakı ilk maçda Qarabağ rəqibini 2-1 hesabla üstələməyi bacarır və Çempionlar Liqasında İlk maçlardan sonra hələ ki komandamız hesabda öndədir. Ümumi hesabda görə cavab maçında bizi hansı cür məqamlar gözlədi. İndi gələk getək cavab oyununa. Və gəldik cavab oyununa. Bu dəfə Real Sociedad komandası ilə səfərdə qarşılaşırıq. İlk oyundakı 2-1 hesablı qələbənin ardından görək Sociedadlara qarşı cavab oyunu
hansı tempdə davam edəcək? Bunların hamısını qurmuş o öz yerində Collier falan. Hədəf qələbə qazanmaq və Çempionlar Liqasında 8-də 1 finalın yolunu tutmaqdır. Görə bu bizdə baş verəcək, yoxsa indi Sociedadlıların təhlükəli əksənməsi top edən qayıdır. İkinci yarıda Orazabal hesab açır. 1-0. Sociedad hesab açır. Erkən gol. Erkən gələn gol. İlk hissənin son dəqiqələrdə Sociedadlıların hücum şansları müdafiə yox. O bacarı top out'a çıxdı. 40 dəqiqənin tamamında indi Qarabağın əksər müləsəri yavaşa bilər. Əla girir içəriyə. Zərbə Yasin Benziya asal bərabərləşdirir. 1-1 ümumi hesab isə 3-2 hesab ilə Qarabağın üstünlüyü var qarşımada. Çempionlar Liqasından 8-də 1 finala çıxmaq üçün bu prinsipial qarşıma Zubimendi hesabı 2-1'dir. Zubimendi hesabdan öne keçirir Real Sociedad'ı. Ümumi hesab 2-1'dir. Oyuncularımız yoruldular. Onların enerjisini artırdıq. Sociedad'a qarşı belə çətin oyun bizi heç asan keçməyəcəkdir. Toby Collier qırmızı vərəq alır. Bu biraz bizim üçün çox pis oldu. Amma Qarabağın oy. Şahrudin Məhəmmədəliyevin də qırmızı kart alması bizim qapı xəttinin boş qalması mənasını verir. Təbii ki, bu olan kimi də Sociedadlılar artıq hücuma keçirlər və Orazabal hesabı 3-1'dir. Qarabağ üçün hər şeyin bitdiyi an demək olar. Üçlü hücum xəttinə keçməyə qərara gəldik. 2 qırmızı kart, Vitor Reyes'in olmaması, Məhəmmədəliyevsiz bütün bunlar baş verir. Sociedad hücumla davam edir. Artıq 10 nəfər qalan, 9 nəfər qalan sonra hardan gəlir zəbilər sıxırlar. Mateus Ramos da bugün qapıda oynayır. 3-1 hesabı ilə uduruq Real Sociedad komandasına və 10 nəfər qaldıqdan sonra Çempionlar Liqasına əlvida demiş oluruq. Və biz artıq bu bölümün sonuna gəlmiş olduq. Növbəti bölümlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.